2, 4, 8, 16. Növbəti rəqəm nədir? Bu dəqiqə burada durmuşuq da. Bir dənə sakit durun. Beynimizə nə suallar gəlir? Özünüzlə bağlı, ətrafda olanlarla bağlı. Beynimizə heç bir sual gəlmir. Əslində bu düzgün bir şey deyil də. Yəni yaradıcı beyin bu cür olmur. Burada deməli stəkan var, burada mikrofon var, orada süni gül var, burada kitab rəfi var, bəzi kitablar qoyulub, kamera və işıq spotları qoyulub. Mən fikirləşirəm ki, hər şey burada mənim üçün bilinəndir. Sual gəlmir. Əslində o yaradıcılığımı boğmuşam. Yaradıcı beyin artıq düşünür. Deyir ki, stəkan niyə bura qoyulub? Özəl bir məqsədlənmi bura qoyulub? Məsələn, bu burada olsa necə olar? Bəlkə bunu ona görə qoyublar ki, kameraya düşsün. Və yaxud da deyir ki, məsələn, burada mikrofon nəyə görə mənim bu tərəfimə qoyulub? O riyazi məntiqi analizlər var ha. Hamısının işləmə mexanizmi budur. Sən faktlar arasında əlaqələri çalışırsan axtarmaq. Deyirsən ki, bu mənim niyə məsələn mənim sağ tərəfimə qoyulub? Bəlkə sağ tərəfə ona görə qoyulub ki, səs bura daha yaxşı gedir. Ya yaradıcı beyin bu cür düşünür. Kameralar niyə belə qoyulub? Niyə ora süni gül qoyulub? Süni gül ona görə qoyulub ki, bu uzun ömürlüdür. Faktları görürsən, onu bir-biri ilə qeyri-adi bir formada əlaqələndirmə bacar. O dediyim kimi də, məsələn deyirsən ki, bu burada qoyulub, bu da burada qoyulub. Bu artıq konkretdir. 2+2 kimidir. Ancaq sən deyirsən ki, bunları başqa cür qoymaq ola bilərmi? Bu əşyaların bir-biri ilə rabitəsi nədir? Bu rabitə barəsində deyəndə artıq sənin beynin başlayır yaradıcı düşünməyə və yaradıcılıq qabiliyyəti get-gedə inkişaf edir. Hər xırda şey mənə ideya verə bilər. Məsələn, sizin baxışınız ideya verə bilər, dediyiniz sözlər ideya verə bilər. Çünki sən beynivə o cür düşünmə imkanı verirsən və bunu da məşq elətdirirsən.